əvəzlik. İndi biz danışacağıq, deməli, qeyri-müəyyənlik bildirən əvəzliklərdən. Qeyri-müəyyən əvəzliklər. Qeyri-müəyyənlik bildirən əvəzliklər nəzərdə saxlayın uşaqlar, qeyri-müəyyən şəxsi bildirir. Qeyri-müəyyən şəxsi. Daha çox ismi əvəz etməyə meyillidir bunlar. Hansılardır qeyri-müəyyən əvəzliklər? Kim isə, nə isə, kimsə, nəsə, hərə, filan kəs, hər nə, biri, hamı, bəzi və s. Baxın uşaqlar, nəzərdə saxlayın. Qeyri-müəyyənlik bildirən əvəzliklər quruluşca sadə də ola bilir. Sadə də ola bilir. Quruluşca, məsəl üçün, sadə deyək, ham. Quruluşca düzəltmə də ola bilir. Məsəl üçün, deyək, biri. Sonra, burada hələ kimi də var. Bu da bizə lazım olacaq. Buraya yazıram kimini, sonra izahlardan birində lazım olacaq bu bizə kimi. Və burada elə kimi də var. Bunu da bilməyimiz mütləqdir. Kim sözün köküdür, leksik şəkilçidir. Burada hərə də var, nəzərinizdə qalsın. Hər sözün kökü leksik şəkilçidir. Sonra mürəkkəb. Baxın uşaqlar, burada biraz diqqətli olun. Baxın, kim isə, yəni ayrı yazılanlar. Mürəkkəb qeyri-müəyyənlik bildirən əvəzlikdir. Amma mən bura kimsə yazsam, bitişik artıq kimsə. Burada artıq leksik şəkilçi olacaq burada sasə, bitişik yazılanda. Nəzərdə qalsın, olacaq düzəltmə. Yəni bunları nəzərinizdə saxlayın, bizə lazım olacaq bu. Filankəsin özü də mürəkkəbdir. Filankəs. Bu belə. Bu oldu bizim qeyri-müəyyənlik bildirən əvəzliklərimiz. Nəyi bilməliyik bunlarda? Nəzərinizdə saxlayın, bəzi, hərə, bir də ham. Bu əvəzliklər, bu üç əvəzlik mənsubiyyətə görə dəyişəndə ki, dəyişə bilir mənsubiyyətə görə. Mənsubiyyətə görə dəyişəndə yalnız cəm, birinci, ikinci, üçüncü şəxsin cəm şəkilçisini qəbul edir. Mənim bəzim deyə bilmərəm. Bizim, bəzimiz. Sizin, hərəniz. Onların hamısı. Bu formada. Onların hamısı. Onun hamısı yox, onların hamısı. Ancaq birinci, ikinci, üçüncü şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul edəcəklər. Yadda saxlayın. Bu belə. Daha sonra bunlar haqqında nəzərinizdə saxlayın ki, kim isə, bir də nə isə. Bunlar deməli hal şəkilçisi qəbul etmir. Yəni hallanmır. Hallanmır. Nəzərdə saxlayın. Bizim hardasa qeyri-müəyyənlik bildirən əvəzlikdən bilməli olduğumuz bunlardır elə. İkinci nə gəlir? İkinci gəlir, sonra yadınızda saxlayacaqsınız bu kimini. Kimi. Baxın uşaqlar, kimi əvəzliyi, kimi. Əgər qeyri-müəyyən şəxsli bildirirsə, o vaxt qoşma kimi və əvəzlik kimi amonim olacaq. Amonim. Çünki başlanğıc formaları eyni olacaq. Qoşma kimi sadə, əvəzlik kimi düzəltmə, başlanğıc formaları eyni olacaq. Lakin nəzərdə saxlayın ki, əgər kimi sual əvəzliyi kimi işlənirsə, onun başlanğıc forması kimdir? Yaxşı. Sonra keçirik ikinciyə, təyin əvəzliklərə. Təyinə əvəzliklər. Baxın uşaqlar, təyinə əvəzliklərə belə deyəcəyik. Əşyanı ümumi şəkildə biz bura təyin edir də yaza bilərik, müəyyən edir də yaza bilərik.
müəyyən edən əvəzliklərdir. Burada diqqətli olun. Yəni, bu müəyyən sözündə diqqətli olun. Ola bilər ki, təyin yazsınlar, ola bilər ki, müəyyən yazsınlar. Təyini əvəzlikləri nəyi bilməliyik? Təyini əvəzliklər əsasən təyin olur. Təyin olur. Yəni, nəyi əvəzləyir? Sifəti əvəz edir. Sifəti əvəz edir. Yəni də deyirəm, əsasən sifəti əvəz eləyəcək. Hansılar da təyini əvəzliklər? Öz, hər, bütün, filan, eyni. Bunlar oldu bizim təyinə əvəzliklərimiz. Öz, hər, bütün, filan, eyni. Bunlardan biz nəyi bilməliyik? Yadda saxlayın ki, bunlardan deməli, bütün əvəzliyi ümumiyyətlə formaca dəyişə bilmir. Nəzərdə saxlayın. İndi biz danışaq öz əvəzliyi ilə, eyni əvəzliyindən eyni. Bunlar nəzərdə saxlayın ki, mənsubiyyətə görə dəyişə bilir. Mənsubiyyət şəkilçisi qəbul edir. Qəbul edir. Yalnız bu ikisi. Bunlardan hər, bütün filan heç bir mənsubiyyətə görə dəyişə bilməz. Məsəl üçün, onun eynisi. Sənin özün. Bu formada. Digər məsələ nədən ibarətdir burada? Öz əvəzliyi mənsubiyyətə görə dəyişəndən sonra artıq cəm şəkilçisi, hal şəkilçisi də qəbul edə bilir. Məsəl üçün, özlərinə, özümüz, özümüzün. Bu formada. Bir şeyi də nəzərdə saxlayın, uşaqlar. Əgər özümüzünkü formasında versək, artıq burada biz əvəzlikdən danışa bilmərik. Bu artıq isim olacaq. Çünki mən sizə keçmişdim. Öz, özümüz, özümüzün, özümüzünkü. K-Q-Q-Q-dən əvvəl qrammatik şəkilçi gələrsə, K-Q-Q-Q isim formalaşdırmış olacaq. Bunu nəzərinizdə saxlayın. Digər şeylər sadədir artıq təyin əvəzliklərdə. Bu belə. Bu da oldu bizim təyin əvəzliklər haqqında bilməli olduqlarımız. Hər əvəzliyi ilə hərə əvəzliyin, filan əvəzliyi ilə filan kəs əvəzliyin fərqləndirəcəksiniz. Necə fərqləndirirsiniz? Görürsünüz, qarışdırırsınız. Bilmirsiniz hansı qeyri-müəyyəndir, hansı təyinidir. Qabağında isim işlətməyə çalışın. Hərə adam deyə bilməzsiniz ki, amma hər adam deyirsiniz. Hər adam deyə bilirsinizsə, deməli o təyinidir. Filan kəs adam deyə bilmirsiniz. Bu birbaşa insanı bildirir. Amma filan adam deyə bilirsiniz. Bu artıq təyin edici funksiyaya malikdir. Bu formada nəzərinizdə saxlayırsınız. Ondan sonra rahat olacaq. Belə. Bu bəzi əvəzliyi haqqında da bir şey deyim. Bu bəzi əvəzliyi mənsubiyyətə görə dəyişəndən sonra halq şəkilçisində, cəm şəkilçisində qəbul eləyə bilir. Bəzilərinə bu formada. Ona görə yadınızda saxlayırsınız ki, elə, belə, bəzi və öz. Baxın, buradan ayrıca qeyd edirəm. Elə, belə, bəzi, öz. Bu əvəzliklər mənsubiyyətə görə dəyişdikdən sonra hal və cəm şəkilçilərində qəbul eləyə bilirlər. Nəzərinizdə saxlayın. Onun bəzisi deyə bilməzsiniz uşaqlar. Onun bəziləri deyəcəksiniz. Nəzərinizdə qalsın və daha doğrusu onların bəziləri bu formada. Bu da oldu bizim təyin əvəzliyi haqqında bilməli olduqlarımız. Növbəti məsələ daha rahat bir məsələdir. Biz danışırıq sual əvəzliklərindən. Sual əvəzlikləri. Sual əvəzliyi istənilən nitq hissəsinin istənilən formada olan sualıdır. Nə demək istəyirəm? Məsəl üçün, ismin sualı deyirəm. Kim, nə, hara. Bu oldu ismin sualı. Və bu sual əvəzliyidir. Eyni ilə hallara görə dəyişir. Kimin, nəyin, haranın, sonra kimdə, nədə, harada. Bunlar hamısı sual əvəzliyinin, belə deyirik, sual əvəzlikləri sayılır. Və yaxud da ki, sifət olaraq necə,
nə cür, hansı, sonunda sualları əslində qoymalıyıq. Sayın sualı, neçə, nə qədər, neçənci, olsun feilin sualları, zərfin sualları, nə vaxt, feilin sualı olsun, nə etmək, nə olmaq, nə etdi, nə oldu. Bu formada çoxalda bilərik. Biz en qədər deməli sual əvəzliyi yaza bilərik. İndi baxın, sizə testdə necə düşə bilər? Diqqətli olun ki, burada səhv eləməyəsiniz. Məsəl üçün deyirəm ki, dünən siz nə etdiniz? Sual. Və burada deyirəm düz səhvi seçin. Variantların birində də yazıram ki, cümlədəki feil deyək ki, keçmiş zamandadır. Siz də baxırsınız, etdiniz, keçmiş zamandadır, götürürsünüz düz kimi səhv çıxır. Niyə? Çünki nə etmək feil deyil, sual əvəzliyidir. Nəzərdə saxlayın, mütləq şəkildə. Yəni, burada feil yoxdur. İkinci məsələ nədən ibarətdir? Sual əvəzliyi özü sualdan ibarətdir axı. Suala cavab vermədən cümlə üzvü olur. Cümlə üzvü olur. Məsəl üçün, baxın, deyirəm ki, uşaqlar nə danışır? Nə edir danışır? Kim? Uşaqlar. Artıq buna sual vermirəm. Bilirəm ki, bu qeyri-müəyyən təsirli yalan sualdır və cümlədə tamamlıq olmalıdır. Uşaqlar söhbəti danışır olacaqdır burada. Söhbəti götürüb yerinə sual formasında yazır ki, uşaqlar nə danışır? Bax, bunu da nəzərinizdə saxlayın. Suala cavab vermədən birbaşa cümlə üzvü vəzifəsində çıxış edən əvəzliklər sual əvəzlikləridir. Ümumiyyətlə, bizim keçəcəyimiz dərsliklər içərisində suala cavab vermədən cümlə üzvü kimi iştirak edən sözlər deyəndə bir sual əvəzlikləri nəzərdə tutulacaq, bir də predikativ sözlər nəzərdə qalsın. Onları da biz cümlə üzvlərini keçəndə keçəcəyik. Növbəti məsələ kimi ilə bağlıdır. Bayaq dediyim məsələni təkrar edirəm. Kimi danışır, kimi oynayır. Məclisə dünən kimi çağırdın? Sonda sual qoyuram. Bir də deyirəm ki, məktəbə kimi ötürdün? Məktəbə kimi ötürdün? Baxın uşaqlar, kimi oynayır, kimi danışır? Qeyri-müəyyəndir. 10 nəfər var, onlardan kimlərsə oynayır, kimlərsə danışır. Burada kimi olacaq, deməli, qeyri-müəyyənlik bildirən əvəzlik və başlanğıc forması olacaq kimi. Məclisə dünən kimi çağırdın? Sual əvəzliyidir burada. Bu olacaq kim sözün kökü, i təsirli yalı şəkilçisi, başlanğıc forması olacaq kim. Məktəbə kimi ötürdün? Sual, məktəbə kimi ötürdüm daha doğrusu. Sual ola da bilər, olmaya da bilər. Əslində olmasın sual. Məktəbə kimi ötürdüm yazaq bura. Məktəbə kimi ötürdüm. Ki, burada kimini birbaşa qoşma kimi düşünək və burada artıq yəni başqa cür düşünə bilməyək deyə elə verirəm. Kimi burada olacaq sırf qoşma, kök elə kimidir, başlanğıc forması kimidir. Deməli, qoşma ilə kimi qeyri-müəyyən əvəzliklər amonim olacaq, digəri amonim olmayacaq. Bir də uşaqlar, bir şeyi nəzərinizə çatdırım. Bəzən biz deyirik ki, ümumiyyətlə biz həmcins sözləri keçəndə deyəcəyik ki, həmcins sözlər eyni suala cavab verən, eyni cümlə üzvü vəzifəsində çıxış edən sözlərdir, bərabər hüquqlu sözlərdir. Amma bir də deyəcəyik ki, məsəl üçün, zərfliklərdən müxtəlif zərflər, müxtəlif məna növünə aid zərflər həmcins cümlə üzvü ola bilməz. Sabah biz sürətlə gedəcəyik. Nə edəcəyik? Gedəcəyik. Kim, biz, necə, nə cür, hansı tərzdə, sürətlə, nə vaxt, nə zaman açan sabah. Və yaxud da ki, biz
burada bizi silsək, bunları yan-yana gətirsək belə, sabah sürətlə gedəcək, yenə də burada həmcinslik yoxdur. Çünki niyə? Bu zaman zərfli idi, sürətlə zaman zərfli idi. Bu isə sürətlə tərz hərəkət zərfliyi idi. Niyə bunu deyirəm? Amma belə bir şey verilsə, deyək ki, Kamal, deyək, nə vaxt və necə gələcək? Baxın uşaqlar, nə edəcək gələcək? Kim? Kamal. Nə vaxt? Sual zərfli, zaman zərfliyi ilə sualdır, düz deyilmi? Nə vaxt? Amma burada mən bunu zərfliyi götürəcəm. Bu tərz hərəkət zərfliyi ilə sualıdır. Bunu da zərfliyi götürəcəm və bunları həmcins üzv kimi qəbul edəcəm. Nəzərinizdə bir dənə bu faktı nəzərinizdə saxlayın. Çox vacib bir faktdır. Təkrar edirəm. Müxtəlif məna növlərinə aid olan zərflər və yaxud da ki, zərfliklər həmcins üzv ola bilməz. Amma burada görürəm ki, zərfliyin biri zaman zərfliyidir. İkincisi isə tərz hərəkət zərfliyidir və mən bunları həmcins cümlə üzvü götürdüm. Niyə? Çünki bunların sualları yoxdur. Bunlar bir-biri ilə həmcinslik təşkil edə bilər. Bu da ümumi uşaqlar bizim əvəzlik haqqında bilməli olduqlarımız.